Birdən qardaş səsi gəldi xeymələrə. İlk dəfə idi dilinə qardaş sözü gətirirdi. Heç vaxt Hüseynə qardaş deməmişdi. Həmişə deyirdi, ağa, mövla. Üstünə deyirlər, xanım Zəhra başının üstünə gəldi deyə cürət tapdı, dedi qardaş. Dedi, anam Zəhradırsa, qardaşım da Hüseyn de ilk dəfə idi. Xanım Zəhra başı üstündə idi. İmam Hüseyin bu səsi eşidəndə bilir kimin səsidir, amma dedi, bacı Zeynəbə dedi, bu kimin səsidir? Dedi, Əvvəlfəzin səsi. Bir o məqamda əlini qoydu belinin üstünə, dedi, Əl-an inkəsərə zəhri, indi Hüseynin belisi indi. Hüseyin, məni bu halda xeymələrə aparma, uşaqlara su söz vermişəm və yağlayanda dedi, əmi su istəmirəm, özü istəyirəm, dur ayağa. Da mən su istəmirəm.